Türkün tökülən qanları bihudə gedərmi? Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Bədii sual varmı burada? Ən çox soruşulan suallardan biridir ki, burada bədii sual varmı? Yəni tələbələri çaşdıran nədir? Əslində bədii sual olduğu aydın görünür. Diqqətlə düşün, yoxsa bu qan həbsə hədərmi? Amma bu yanda da deyir ki, cavabı var. Yox, bu qədər tökülən qan hədər olmaz. Bu necə oldu? Axı bədii sualın cavabı olmamalıydı. Xeyr, elə bir qayda yoxdur ki, bədii sualın cavabı olmamalıdır. Bədii sualın cavabının olub-olmaması önəmli deyil. Önəmli olan bilirsiniz nədir? Bədii sual cavab tələb eləyirmi? Sual cavab tələb eləyirmi? Sual cavab almaq üçünmü verilib? Yəni, müəllif və yaxud da lirik qəhrəman və yaxud da başqa bir insan bizə desə ki, Türkün tökülən qanunları bihudə gedərmi? Bunun cavabının olmamasının heç bir əhəmiyyəti yoxdur. Bu sual cavab almaq üçün verilməyib. Bəs niyə verilib? Bihudə getməz, hədər olmaz, bu qədər şey boşuna ola bilməz. Bu fikri qüvvətləndirmək üçün verilib bu bədii sual. Məsələn, girirəm dərsə, deyirəm ki, kim dərsə hazırdır. Heç kim cavab vermir. Heç kim cavab verməzsə bu bədii sual oldu mu? Xeyr. Cavab suala bədii sual baxımından heç bir təsir edəmir. Heç bir dəxli yoxdur o cavabın olmamasının. Və yaxud da mən deyirəm ki, saat neçədir? Heç kim cavab vermədi. Bu oldu bədii sual. Amma cavab versələr olur adi sual. Xeyr, elə bir şey yoxdur. Başqa şeirlərdə də ola bilər. Məsələn, Xəlilzada belə bir nümunə var. Ürək dolu olarsa kağıza baxarmı insan, belə bir nümunə var. Yox. Yəni cavabın olmaması heç nəyi dəyişmir. Bu da bədii sual nümunəsidir. Ona görə də yadda saxlayın. Türkün tökülən qanları bihudə gedərmi? Bədii sualdır. Diqqətlə düşün, yoxsa bu qan həbsi hədərmi? Bu da bədii sualdır.